Belə bir sualın izahına baxaq. Burada bizə deyir ki, əbab A plus B ilə A minus B bərabərdir 3-ə və A minus B bölünsün A plus B bərabərdir 12 bölünsün 20 olarsa, əkab AB-ni tapın. Biz əvvəlcə yazaq ki, A minus B bölünsün A plus B bərabərdir 12 bölünsün 20. Bunu 4-ə ixtisar aparsaq, 3 bölünsün 5 qalacaq. A minus B-yə 3K deyək. A plus B-yə isə 5K deyək. Burada yerinə qoysaq, əbab 3K və 5K bərabər olacaq 3-ə. Burada K-nın mötərizə xaricini çıxartsaq, K vurulsun əbab 3, 5 bərabər olacaq 3-ə. 3 ilə 5-in əbabı 1-ə bərabərdir. Deməli, K-nı biz 1-ə vursaq 3-ə bərabər olacaq. Onda alırıq ki, K bərabərdir 3. K 3-dürsə, A minus B olacaq 9, A plus B olacaq 15. Bunu sistem şəklində yazsaq, alarıq ki, 2A bərabərdir 24, A bərabərdir 12. Burada yerinə qoysaq, B bərabərdir 3 alacaq. Bizdən əkab AB-ni soruşurdu, yəni əkab 12 və 3. Bu da bizə 12-ni verəcək.